Bugünkü dərsimizin mövzusu hərəki qabiliyyətlərdir. Hər birimizə məlumdur ki, fiziki tərbiyə dərsləri 6 hərəki qabiliyyətlərə görə tədris olunur. Bunlar hansılardır? Sürət güc, bədən əyilmə qabiliyyəti, qüvvə, çeviklik və dözümlükdür. Hərəki qabiliyyətlər deyəndə biz nə anlama gəlirik? Hərəki qabiliyyətlər ümumilikdə insanın fiziki hərəkət etmə bacarıqlarını təmin edir. Bunların arasında gördüyümüz kimi hansı qabiliyyətlər mövcuddur? Sürət güc, əyilgənlik, qüvvə, çeviklik, dözümlülük xüsusiyyətləri mövcuddur. Hərəki qabiliyyətlər. Hərəki qabiliyyətlər hərəki fəaliyyətinin icra keyfiyyətini göstərən insanın anadan gəlmə və həyatda qazanılmış motor funksiyasının psixofiziki xüsusiyyətidir. Bu cümlənin mənası nə deməkdir? Buna da qısaca aydınlıq gətirək. Bu insan həm anadan gəlmə, həm də həyatı boyu qazanılmış hərəkət qabiliyyətlərinin psixofiziki xüsusiyyətlərini təmin edir, yəni ifadə edir. Bu insanın hərəkət bacarıqlarını həm genetik, həm də təcrübə ilə formalaşdırmasını bildirir. Hərəki qabiliyyətlərin baza inkişafının əlverişli yaş dövrləri və funksional sistemlərlə əlaqəsi. Qrafik üzrə qısaca da olsa bunlara aydınlıq gətirəcək. Hərəki qabiliyyətlərin baza inkişafının əlverişli yaş dövrlər və funksional sistemlərlə əlaqəsi deyəndə biz nə başa düşürük? Yəni müəyyən yaş dövrlərində bu qabiliyyətlərin inkişafı daha da səmərəli olur. Bəli, daha da səmərəli olur. Müxtəlif funksional sistemlərlə, məsələn, sinir əzələ və digər orqanlarla sıx bağlıdır. Baxaq, sürət hərəki qabiliyyətinin inkişafı üçün əlverişli yaş dövrü müəyyən olunur, 10-14 yaş dövrü. Sürət hansı funksional sistemlərlə əlaqəlidir? Dayaq hərəkət aparatı, mərkəzi sinir sistemi, əzələ. Bu üçlük bildiyimiz kimi birgə işləyərək bədən hərəkət qabiliyyətini təmin edir və bu zaman bir-birləri ilə olan sıx əlaqələrini və dəqiqliyini təmin edir. Sürət güc hərəki qabiliyyətinin inkişafı üçün əlverişli yaş dövrü 12-15 yaş dövrü hesab olunur. Sürət güc hansı funksional sistemlərlə əlaqəlidir? Dayaq hərəkət aparatı, qüvvə, ürək-damar sistemi. Dayaq hərəkət aparatı, belə deyək də müəllimlər, dayaq hərəkət aparatı hərəkəti təmin edirsə, qüvvə və ürək-damar sistemi isə bu hərəkət üçün lazım olan enerjini və qidalanmanı təmin edir. Yəni bunların hamısı birgə işləyərək bədənin hərəkət qabiliyyətini tam şəkildə dəstəkləyir. Çeviklik hərəki qabiliyyətinin inkişafı üçün əlverişli yaş dövrü 9-13 yaş dövrüdür. Çeviklik hərəki qabiliyyəti hansı funksional sistemlərlə əlaqəlidir? Mərkəzi sinir sistemi, əzələ sistemi. Deməli, müəllimlər, biz bilirik ki, mərkəzi sinir sistemi beyin və onurğa beyni vasitəsilə əzələlərə siqnal göndərir və hərəkətlər idarə olunur. Əzələ sistemi isə bu siqnallara cavab verərək hərəkətləri reallaşdırır. Deməli, bu iki sistem birgə işləyərək hərəkətlərin daha düzgün hərəkətləri təmin edə bilir. Bədən əyilmə qabiliyyətinin inkişafı üçün əlverişli yaş dövrü hansıdır? 6-12 yaş dövrü. Bədən əyilmə qabiliyyəti hansı funksional sistemlərlə əlaqəlidir? Bədən əyilmə qabiliyyəti əzələ bağ aparatı, oynaqlar, mərkəzi sinir sistemi. Əzələ bağ aparatı, oynaqlar hərəkətin mexaniki tərəfini təmin edə bilir. Mərkəzi sinir sistemi isə bu hərəkətləri bilir ki, idarə edir, yəni koordinasiya edir. Bütün bu komponentlər birgə işləyərək bədənin, belə deyək də, səmərəli hərəkətini daha da yaxşılaşdırmağa çalışır, təmin edir. Qüvvə hərəki qabiliyyətinin inkişafı üçün əlverişli yaş dövrü 12-18 yaş dövrüdür. Qüvvə hərəki qabiliyyətinin hansı funksional sistemlərlə əlaqəlidir? Dayaq hərəkət aparatı, ürək-damar sistemi, əzələ sistemi. Deməli, müəllimlər, bilirik ki, dayaq hərəkət aparatı bir neçə dəqiqə bundan da əvvəl yuxarı anlayışlarda dedik ki, dayaq hərəkət aparatı yəni sümük və əzələlərdən ibarətdir. Bəli, dayaq hərəkət aparatı sümük və əzələlərdən ibarətdir. Ürək-damar sistemi qan dövranını tənzimləyir və əzələ sistemi hərəki fəaliyyətə keçir. Yəni bunlar üç sistem birgə işləyərək bədənin ümumi hərəki qabiliyyətini təmin edir. Dözümlük hərəki qabiliyyətinin inkişafı üçün əlverişli yaş dövrü 11 və daha böyük yaş dövrüdür.
Dözümlük hərəkət qabiliyyəti hansı funksional sistemlərlə əlaqəlidir? Dözümlük hərəkət qabiliyyəti dayaq hərəkət aparatı, ürək-damar sistemi, tənəffüs sistemi. Bəli, bilirik ki, dayaq hərəkət aparatı hərəkət üçün strukturu təmin edir. Ürək-damar sistemi qan dövranını tənzimləyir və oksigeni daşıyır. Tənəffüs sistemi isə oksigenin bədəndən, belə deyək də, bədəndə alınmasını və yaxud da bəli, tənəffüs sistemi oksigenin bədəndə alınmasını, karbonu isə bədəndən atılmasını təmin edir. Deməli, biz bilirik ki, bu üç sistem birgə işləyərək bədənin tam funksionallığını təmin edir. Deməli, hörmətli müəllimlər, biz hərəkət qabiliyyətlərinin hansı funksiyalarla əlaqəli olduğunu gördük və qısaca da olsa bunlara aydınlıq gətirdik. Hərəkət qabiliyyətlər digər hərəkət qabiliyyətlərlə əlaqəli olduğuna da qısaca olaraq izah gətirək. Sürət hərəkət qabiliyyəti hansı hərəkət qabiliyyətlərlə əlaqəlidir? Baxırıq. Sürət hərəkət qabiliyyəti sürət, güc, qüvvə və çeviklik hərəkət qabiliyyətlərlə əlaqəlidir. Yəni sürət, güc, çeviklik və digər bacarıqlarla əlaqəlidir. Bəli, bilirik ki, sürət, güc, çeviklik və sürət, güc, çeviklik digər bacarıqlarla əlaqəlidir və bunların hamısı bir-birinə təsir göstərir. Yəni güc daha sürətli hərəkət etməyə kömək edə bilər. Bu bizə məlumdur. Çeviklik isə sürətin daha da dəqiq və koordinasiyalı olmasını təmin edə bilir. Bunun üçün də sürət hansı hərəkət qabiliyyətlərlə əlaqəli olduğunu biz təbii ki, şahid olduq. Sürət, güc, qüvvə və çeviklik hərəkət qabiliyyətlərlə əlaqəlidir. Sürət, güc hansı hərəkət qabiliyyətlərlə əlaqəlidir? Qüvvə və sürətlə. Yəni sürət hərəkət bacarığına təsir edən bir amil kimi güclə də sıx bağlıdır. Güc bədənin hərəkətini sürətləndirə bilər. Eyni zamanda sürət də gücün tətbiqini daha yaxşılaşdıra bilər. Yəni daha effektiv edə bilər. Bu iki bacarıq bir-birini tamamlayır. Çeviklik hərəkət qabiliyyəti hansı hərəkət qabiliyyətlərlə əlaqəlidir? Çeviklik hərəkət qabiliyyəti sürət, güc, əlgənlik hərəkət qabiliyyəti ilə əlaqəlidir. Baxaq. Çeviklik sürətlə və sürət güclə birlikdə hərəkətlərin daha dinamik, daha yaxşı olmasına kömək göstərə bilir. Bəli, müəllimlər. Dedik ki, çeviklik, sürət, güc hərəkət qabiliyyətlərlə birlikdə hərəkətlərin daha da dinamik və koordinasiya olmasına kömək edə bilir. Yəni bu üç bacarıqların bir-birini tamamlanması ümumilikdə hərəkətin belə deyək də, nəticəsini daha da yaxşı artırılmasına şərait yaradır. Bədən əyilmə qabiliyyəti hansı hərəkət qabiliyyətlərlə əlaqəlidir? Bədən əyilmə qabiliyyəti dözümlük və çeviklik hərəkət qabiliyyətlərlə əlaqəlidir. Baxaq. Bədən əyilmə qabiliyyətinin, yəni elastikliyin, bədən əyilmə qabiliyyəti elastikliyin dözümlük və çevikliyə sıx bağlı olduğunu göstərir. Yəni əzələlərin və oynaqların yaxşı elastikliyi, həm də dözümlüyün artırılmasına, həm də hərəkətlərin çevikliyinin inkişafına kömək edən bir vasitədir. Yəni adını çəkdiyimiz bu hərəkət qabiliyyətlər birgə işləyərək ümumilikdə hərəkətlərin nəticəsini daha da gücləndirə bilər. Qüvvə hərəkət qabiliyyəti hansı hərəkət qabiliyyətlərlə əlaqəlidir? Qüvvə sürət güc hərəkət qabiliyyəti ilə əlaqəlidir. Bəli, qüvvə sürət güclə əlaqəlidir. Yəni güc, sürəti və digər hərəkət qabiliyyətlərini inkişaf etdirməyə kömək edir. Məsəl üçün, güc artdıqca həm sürət, həm də digər bacarıqlar daha səmərəli, daha effektiv ola bilər. Yəni bunların hamısı bir-birini tamamlayır. Dözümlük hərəkət qabiliyyəti hansı hərəkət qabiliyyətlərlə əlaqəlidir? Baxın, əyilgənlik və sürət güc. Yəni dözümlük bilirik ki, uzun müddət davam edən fiziki fəaliyyətdir də. Bəli, dözümlük uzun müddət davam edən bir fiziki fəaliyyətdir. Sürət və gücü dəstəkləyir. Yəni bu iki hərəkət qabiliyyətlərinin bu bacarıqlar bir-birini tamamlayaraq ümumi olaraq daha bir yaxşı nəticəyə
gətirməsinə şərait yaradır. Hərəki qabiliyyətlərin funksional sistemlərlə əlaqəsinin olduğuna və hərəki qabiliyyətlərin digər hərəki qabiliyyətlərlə əlaqəli olduğuna qısada da olsa aydınlıq gətirdik.